xarici dildə anlayırıq, amma danışa bilmirik. Niyə? Beynimizdə hər şey var, amma dilimizə gələndə heç nə yoxdur. Bu hisslər sizə tanışdır. Mən sizi çox yaxşı anlayıram, çünki bir vaxtlar mən də eyni hissləri yaşamışam. 2011-ci ildə 11-ci sinifi bitirdim və Dillər Universitetinə İngilis dili müəllimliyi üzrə yüksək balla daxil oldum. Əlavə olaraq universitetə daxil olduğumuzda bizə xüsusi bir şans verildi. İngiltərənin Essex Universitetinin paralel ikili proqramında təhsil almaq oldu. Və biz IELTS imtahanına bənzər, hansı ki orada sadəcə speaking imtahanı istisna ilə çıxmaq şərtilə bir imtahan verdik və 200 şagirddən, 200 tələbədən ilk 20 tələbə arasında həmən qrupda təhsil alma şansı qazandım. Hamı deyirdi ki, mən İngilis dilini çox yaxşı bilirəm. Mənim söz bazım yaxşıydı, mənim qrammatikam yaxşıydı, testləri çox yaxşı eləyirdi. Kağız üzərində hər şey alaydı. Amma həyat kağız deyil. İlk tədris günü İngilis dili müəllimim olan Amerikalı Patricia xanım mənə yaxınlaşdı və sadə bir sual verdi. Çox sadə sual idi. Və mən o sualın cavabını bilirdim əslində bilirdim. Amma sözlər sanki boğazımda ilişdi qaldı və mən cavab verə bilmədim. Sadəcə sustum. Və o anda mən anladım ki, mən İngilis dilini bilmirmişəm. Sadəcə onunla tanışırmışam. Tam bir il mən İngilis dilində daha çox dinləməyə çalışdım. Dostlarımla kiçik-kiçik İngilis dilində söhbətlər eləməyə çalışdım. Amma birbaşa olaraq əsas səhnədə danışmaqdan davamlı qaçınırdım. Və bu situasiya təkcə mənimlə baş vermirdi. Sadəcə bu hadisəni yaşayan mən deyildim. Mənim kimi orada təhsil alan digər tələbələrdə də eyni situasiyanı görə bilirdi. Bu, kifayət qədər bilməmək düşüncəsi idi deyə düşünürdüm əvvəllər, amma sonralar baxdım ki, əslində tam olaraq bu deyil. Əsas nüans ondan ibarət idi ki, mən qorxurdum. Mən danışmaqdan qorxurdum, mən səhv deməkdən qorxurdum, mən gülünç duruma düşməkdən qorxurdum və kifayət qədər yaxşı deyilən bir düşüncəsi var idi hər zaman deyilirəm. Və bir müddətdən sonra mən baxdım ki, davamlı özümü dayandırıram. Bildiklərimi, beynimdə olanları qarşımdakı insanlara çatdıra bilmirəm. Və özümə bir sual verdim ki, yaxşı, Aysel, bəs nə vaxt danışacağıq? Və ondan sonrasında hər şey dəyişməyə başladı. Mən qərara gəldim ki, səhv edəcəm, yanlış olacaq, bəlkə də qıraqdakılar güləcək, amma mən danışmağa davam edəcəm. Çox zaman biz düşünürük ki, bilik kifayət qədər olmalıdır ki, biz danışmağa başlayaq. Amma qeyd elədiyim kimi, mən imtahandan çox yüksək nəticə yığmışdım, kifayət qədər biliyim var idi. Lakin bu mənə yetərli olmurdu ki, mən fikrimi tam olaraq cəsarətli şəkildə ifadə edeyim. Belə bir sual vermək istəyirəm sizlərə. Sizcə, səlis danışmağa başlamaq üçün bütün qrammatik qaydaları mütləq bilməliyik? Əl işarəsi olaraq bu şəkildə və yaxud da bu şəkildə göstərə bilərik. Bəli, əksəriyyətimiz xeyr deyil. Sizlə tamamilə razıyam. Çünki qrammatika bizim öyrənməyimizdə bir vasitə olmalıdır. Məqsəd deyil. Hədəfimiz bütün qrammatik qaydaları bilmək deyil də, dili danışmaq üçün bizə bir köməkçi vasitə olaraq görməliyik qrammatikanı. Və danışan zaman iki əsas nüans olur ki, bizi durdurur danışmaqdan. Bunlardan birincisi bayaq qeyd elədiyimiz qrammatikadır. Digəri isə tərcümə döngüsüdür. Yeni danışmağa başlayanda biz adətən Azərbaycanca düşünürük. Daha sonrasında həmən cümləni İngilis dilində tərcümə eləməyə çalışırıq. Və bu bizə kifayət qədər çox zaman istəyir ki, biz fikrimizi toparlayaq və onu tərcümə eləyək, qarşımızdakı insana çatdıraq. Və çox zaman tərcümə elədiyimizdə beynimizə belə bir sual da gedir ki, bu cümlədə görəsən səhv elədimmi, bu cümlədə bu sözü bilirəmmi və s. Və çox zaman biz sonda qərara gəldik ki, yaxşısı burada heç mən əlimi qaldırım, cavab verməyim. Qoy başqası desin, mən yəqin səhv deyərəm. Bunun əvəzinə, əgər biz İngilis dilində
düşünməyə başlasaq, bu vərdişi formalaşdırsaq və ingilis dilində düşündükdən sonra elə o dildə də tərcümə etmədən danışsaq, zaman itirmədən biraz risk qazanaraq, riskdən istifadə edərək danışmağa başlaya bilərik. Və mən tam biri dərslərdə səssiz şəkildə müəllimlərlə ünsiyyətdə oldum. Məsələn, yazı yazırdıq, eselər yazırdıq, eselərdə çox yaxşı nəticələr göstərirdim, test yazırdıq, çox yüksək nəticələr. Qrup işi görürdük, qrup işində də yoldaşlarımla maksimum şəkildə hər şeyin ən yaxşı olmasına çalışırdım. Amma artıq qrup işi bitdi, çıxış eləmək lazımdır, təqdimat eləmək lazımdır. Mən yoldaşlarıma önə verirdim, özüm biraz arxada dururdum. Çünki hələ ki özümü hazır hiss eləmirdim. Düşünürdüm ki, biraz da oxuyum, biraz da öyrənim, biraz da tətbiq edeyim. Daha sonra ideal vaxt gələndə danışmağa başlayacağım. Ümumiyyətlə, araşdırmalar onu göstərir ki, yeni dili öyrənməyə başladığımızda bizim ən az həmən dildə 100 saat eşitməyə ehtiyacımız var. Həmən dili 100 saat ərzində dinləməyə, o dilə məruz qalmağa ehtiyacımız var ki, biz sonrasında yavaş-yavaş danışmağa başlayaq. Və məndə də həmən proses təxminən bu şəkildə getmişdir. Daha sonra nə baş verdi? İlk 2 ildə, dediyim kimi, birinci ildə səssiz qalmağı seçdim. İkinci ildə isə fikirləşdim ki, bu şəkildə davam eləmək istəmirəm. Dəyişmək istəyirəm, mən də danışmaq istəyirəm, çünki kifayət qədər biliyim əminəm. Və yavaş-yavaş başladım dərslərdə daha aktiv olmağa. Əlimi daha çox qaldırmağa başladım. Və ağlımda olan sual buydu, düz demək məcburiyyətində deyiləm. Əgər qarşımdakı mənə anlayırsa, bu mənə yetərlidir. Fokusumu səhvlərdən çəkib, daha çox fikrimə cəmlədiyimdə danışmaq mənim üçün daha asan oldu. Və 2 ilin sonunda, 3-cü ilin əvvəlində universitetdə artıq 3-cü kursda oxuyordum və kursda ingilis dili müəllimi olaraq işləməyə başladım. Həmən dönəmdə artıq kifayət qədər yaxşı danışa bilirdim. Özgüvənim var idi və aksentim çox yaxşıdır. Dərslərə başladığımda orada müxtəlif peşələrdən olan insanlar var idi, mən onlara dərs keçirdim. Müəllimlər var idi, həkimlər var idi, hüquqşünaslar var idi. Onlar öz sahələrində çox yaxşıydılar. Amma danışmağa gələndə onlar da yenə geri çəkilirdilər, susurdular. Və bu səhnə mənə çox tanış idi. Bunu mən də yaşamışdım. İlk dərslərimdən birində xatırlayıram, bir tələbəm var idi. O cümləni demək istədi, sonra sustu, yarımçıq saxladı. İkinci dəfə cəhd etdi, yenə yarımçıq saxladı və sonra I can't dedi. Və burada mənim 2 yolum var idi müəllim olaraq. Ya o tələbəni saxlamalıydım, dayandırmalıydım və ona başa salmalıydım ki, bu cür danış, burada səhv elədin, bu sözü və s. Və yaxud da mən ona icazə verməliydim ki, davam et. Mən ikinci yolu seçdim. Tamam, səhv edə bilərsən, önəmli olan danışmağındır, fikrini tamamlamağındır dedim. Və o danışmağa davam etdi. Bir neçə dərs sonrasında o artıq daha az dayanırdı danışan zaman və bir neçə həftə sonrasında artıq o daha rahat şəkildə fikrini ifadə eləməyi bacarırdı. Artıq beynində tərcümə etmirdi. Birbaşa ingilis dilindən, elə ingilis dilindən cümlələri deyildi. Və dərslərin birində xatırlayıram ki, artıq mən o qədər yaxşı danışırdı ki, mən onu dayandırdım ki, bəs bu qədər biraz da digər şagirdlər danışsın. Və tələbələrimə öyrətdiyim bir neçə nüans var ki, bugün bəlkə siz də bu situasiyalarla rastlaşmışsınız. Sizə də belə bir tövsiyə eləmək istəyirəm, hansı ki, tələbələrimə adətən edirəm. Birinci nüans ondan ibarətdir ki, biz mükəmməliyyətçiliyi buraxmalıyıq. Biz səhv eləyə bilərik. Danışığımızda hər şeyin %100 doğru olmasına diqqət etməliyik. İkinci nüans 70% qaydasıdır. Necə ki, mən danışmağa başladığımda əsas fikrimi düz danışıram mı deyə yox, anlaşılıram mı deyə fokusumu vermişdim. Eyni şəkildə siz də daha çox fikirləşin ki, mən danışdığım zaman qarşımdakı insan məni anlayır, yoxsa yox. Məsələn, təsəvvür edin ki, restorana getmişsiniz və restoranda demək istəyirsiniz ki, I would prefer something healthy and light. Amma deyirsiniz, give me please something light or healthy. Qarşınızdakı insan, qarson, sizi anlayır, yoxsa yox? Böyük ehtimaldan anlayacaq. Və əgər anlayırsa, bu elə kifayət edir bizə. Ki, daha sonrasında yavaş-yavaş
qrammatikamızda möhkəmləndirərək, söz bazamızı da möhkəmləndirərək irəliləyək. Üçüncü nüansımız ondan ibarətdir ki, İngilis dilində daha çox və ya daha hansı bir xarici dil öyrəniriksə, o dilə daha çox məruz buraxaq özümüzü, daha çox dinləyək. Bu, əgər ətrafımızda tələbələrimiz, sinif yoldaşlarımız varsa, onlar ola bilər. Onlarla daha çox danışa bilərik İngilis dilində və ya hər hansı bir xarici dildə. Yox, əgər ətrafımızda belə bir insanlar yoxdursa, o zaman telefon, televizordan istifadə edərək daha çox özümüzü məruz buraxa bilərik ki, bu da bizə gələcəkdə daha rahat şəkildə özümüzü ifadə eləməyə köməklik etmiş olacaq. Və sonunda onu qeyd eləmək istəyirəm ki, məndən daha öncəki spiker olan Muradın da dediyi kimi, 1% qaydasını çalışaq həyatımıza tətbiq edək. Hər gün 1% özümüzü inkişaf elətdirə biliriksə, bu artıq bizim üçün kifayətdir. İstənilən bir dili öyrənməyimiz üçün. Və son olaraq sizdən belə bir sual soruşmaq istəyirəm. Belə bir anı xatırlayın, hansı ki danışmaq istəmişsiniz, amma susmusunuz. Hansı ki bir vaxtlar mən də eyni situasiyadaydım, hansı ki seçilmiş tələbə, amma danışa bilməyən. Amma bu günləri mən artıq tələbələrimə danışmağı öyrədirəm. Əgər bugün danışmağa başlamasınız, həyatınızda heç bir şey dəyişməyəcək. Yox, əgər bir cümlə belə olsa, danışmağa çalışsanız, həyatınız dəyişə bilər. Ona görə də danışın, səhv edin, amma dayanmayın. Təşəkkür ederim.